Rüqəyyə, Bibi Zeynəb, atam hanı? Rüqəyyə. İnsan nə qədər günahında israrlı olsa, nə qədər günahının dalıca gedib, nə qədər günahını bıraxmasa, əlindən tövbə eləməsə, Allah axıra qədər gedəcək. Həzrəti Adəm əleyhissalamdan artıqsan, günah eləməmişdi ya hələ, tərk övla idi. Günah eləməmişdi. Ged, behişdə yaşa, bu ağaca yaxınlaş. Gəldi behişdə, o ağaca yaxınlaşdı. Nə olar əbül bəşərsən, bəşəriyyətin atasısan? Nə olar peyğəmbərsən? Nə olar ilk dünyada olan insansan? Allahın sözündən çıxdığına görə Allah Taala onu behiştindən çıxartdı. Behişdən çıxarmaq Həzrəti Adəm üçün bəlkə də kamal idi ya. Biz hələ onun pisliyinə yozmayaq ki, Həzrəti Adəmi Allah Taala cəzalandırdı. Xeyr. Məqamına görə çıxartdı behişdən. Nə qədər Həzrəti Adəm ağladı. Həzrəti Cəbrail nazil oldu. Öyrətdi. Əlləməl Adəməl əsma. İsimləri öyrətdi. Fətab əleyh. Həzrəti Adəm tövbə elədi. Deyəcəm necə tövbə elədi. Həzrəti Yunus əleyhissalam öz qovmunun gedib hidayəti üçün. Qovmundan üz döndərir, gəlir, cəmaatdan ayrılır, gəlir dəryanın qırağına, o da savar olur həmin o gəmiyə, balaca gəmiyə. Bəzi rəvayətdə var ki, yox, sahilin kənarından balıq onu utdu, amma orada qürrə keşidirlər, yəni ki, orada püşk atdılar. Gördülər ki, bu böyük nəhəng balıq bunların qarşısında çox təlatüm yaradır, öz aralarında püşk atdılar. Neçə dəfə püşk atdılar, gəldi Həzrəti Yunusə düşdü. Hər dəfə Həzrəti Yunusə düşdü. Dedi, çarə yoxdur da. Püşkdür, Allah da bunu qəbul edir. Götürdülər Həzrəti Yunusu, atdılar balığın qarnına. Allah Taala əmr elədi balığa, ud, amma həzm eləmə. 3 dənə pərdənin içərisində, 3 dənə qaranlıq pərdənin içərisində Həzrəti Yunusi balıq 3 gün dənizin dibində gəzdirdi. Bir dənizin qaranlığı idi, bir həmin onu udmuşdu, qarnında idi, həmin o zülmətdə idi. Üçüncü zülmətdə ki, həmin o mədəsində dayanmışdı. Həzrəti Yunus əleyhissalam kimi bir şəxsiyyət, bir peyğəmbər 3 gün balığın qarnında nə zikr edir? La ilahə illa ənd. Subhanəkə inni kuntu minəz-zalimin. La ilahə, səndən başqa Allah yoxdur. Bilirdik balıq udmamışdan da qabaq. Hətta ayə deyir ki, püş atıldı Həzrəti Yunusə düşəndən sonra vəhiyyə mulim, səhv eləmirsə belə də ayə. Həzrəti Yunus başladı özünü məlamət eləməyə, özünü danlamağa. Mən niyə qayıtdım o qovumdan? Gərək olanın hidayəti üçün dözərdim. Bəla nazil olan vaxt çıxdım şəhərdən filan filan. Amma ki, Allahın əmri. Ta tövbə eləməyənə qədər la ilahə illa ənt balığın qarnına getməmişdən də qabaq bilirdi ki, Allahdan başqa Allah yoxdur. Amma o tanıdığı Allah ki vardı, həmin o Allah barəsində bir də təcdidi nəzər elədi. Belə deyə, bir də əqidəsini möhkəmlətmək üçün dedi, la ilahə illa ənd. Subhanəkə, pak münəzzəhsən. İnni kuntu minəz-zalim. Mən özümə zülm elədim. Mən bilmədim. Həzrəti Yunusun Allah Taala qəbul elədi. Ona görə şamla işa namazının arasında müstəhəbbidir ki, insan o feylə namazı qılsın. Nə qədər insanın böyük günahları olsa, Allah bağışlayar. Niyə? Orada bəzi sözlər var. La ilahə, zikri Yunusiyyə var. La ilahə illa ənd, subhanəkə inni kuntu minəz-zalimin. Bu söz Həzrəti Yunusun ağzından çıxır, Allahı zikr edir. Fəstəcəbnə ləhu və nəccəynahu minəl-ğəm. Allah buyurur ki, biz onu isticabət elədik. Onu qəm-qüssədən çıxartdıq. İnsan nə qədər günahın dalısıca getməkdə israrlı olsa,
Allah keçməyəcək. İnsan tövbə eləsə Allah Taala keçəcək. Ta nə qədər bizim misallarımız var buna. Həddindən artıq. Nə qədər desən misalımız var. İnsan gərək ətiullah və ətiur rəsul, Allaha itaət eləyə, Peyğəmbərinə itaət eləyə və ulul əmri minkum və əmr sahiblərinə itaət eləyə. Bu əmr sahibləri biz Şiyə məzhəbindik deyənə 12 imama etiqadımız var. Ona görə deyirik ki, onlara vacibdir. Yox. Bütün müfəssirlər, əhl-i sünnə müfəssirləri buyururlar ki, həmin bu ətiullah və ətiur rəsul və ulul əmri minkum, ulul əmri minkumdan məqsəd əhl-i beyt əleyhimussalamdır. Heç oyan bir yanı yoxdur. İnsan ona itaət eləməlidir. Onlar məsumdular. Niyə məsumdular? Ona görə məsumdular ki, Allahın əmanəti onların əlindədirlər. Onlar gərək məsum olmadılar ki, ona xəyanət eləməsinlər. Həzrət Rəsul-i Əkrəm, Həzrət Əmir əl-Müminin ta İmam Zaman Əccəlallahu fərəcəh-i şərifə qədər. Bir zərrə qədər də olsa, burada oyanmayan yoxdur. Zərrə qədər də olsa, bunlarda nöqsan yoxdur. Bunlar pak, təmiz, münəzzəh, həm də məsumdular. Həm də ismət sahibidirlər. Cabir ibn Abdullah Ənsari gəldi Həzrət Rəsul-i Əkrəmin yanına. Buyurdu, ya Resulallah, Allah ki Kur'an-ı Kerim'de buyurur, Eti'ullah, başa düştük, Allah'a itaat elə. Və Eti'ur Resul, sənə itaat eləmək, onu da başa düştük. Ki sənə də itaat eləmək vacibdir. Bəs buradakı buyurur, və ulul əmri minkum, əmr sahiblərindən, onlardan olan əmr sahibinə də itaat eləyin. Bu əmr sahibləri kimdilər? Cabir ibn Abdullah Ənsari sual verir Peyğəmbər. Kimdilər? Ya Resulallah, qərənəllahu taətəhum bi taətikə, ya Resulallah. Bunlar kimdir ki, Allah Taala bu əmr sahiblərinə itaət eləməyi sənə itaət eləmək qədər bilir. Baxın, Ətiullah və Ətiur Rəsul və ulul əmri minkum. O qrammatik oxuyan qardaşların yanında cəsarət olmasın və orada ətfidir, yəni qayıdır Peyğəmbərə. Peyğəmbər qədər o əmr sahibləri gərək məsum olmalıdırlar. Gərək məsum olmalıdırlar. Məsum olmalıdırlar, insanlar ona itaat eləməlidir. Məsum olmasa itaat eləməyəcək. Niyə itaat vacib deyil? Məsum olan insana itaat eləmək lazımdır. O Şeyx Ayətullah Təbrizi var idi, bir nəfər qədim alimlərdən birisidir. Həccə gedirdi. Türkiyədə düşdülər qara borona, atla, ulaqla həccə gedirlər. Yolda bu qaldı qafilədən kənarda. Karvan getdi, bu qaldı. Ay Allah, neyniyim? Minici də yox. Ayaqları donu, tərpənə bilmir. Gördü, yaxınlıqda bir dənə kişi var. Çağırdı onu, kişi gəldi. Nə olub? Mən bəlkə bir mini yola, atdan, ulaqdan. Minim gedim, qabaqda karvan gedir, gedim onlara çatım. Həccə gedirik. Dedi, ziyarət-i aşura oxu. Bu başladı ziyarət-i aşura oxumaq. Bu ağa getdi. Qayıtdı, gedməmsən, yox. Camiyə kəbirə oxu. Özü 3 dəfə də təkid edir, camiyə kəbirə, 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 aşura, aşura. Qayıtdı, gördü, getməmişsən, sübh namazdan yaxın bir məsafə, az bir məsafə qalır. Yox, dedi, nafilə qıl. Nafilə qıl, gedib çatarsan. Bu başladı nafilələrin, gecə namazının nafilələrinə başladı. Gördü, ağa getdi, bir dənə minik gətirdi. Özü də bir dənə ata minib, bir dənə də minik gətirdi. Dedi, gəl, savar ol, aparım səni. Özü də minə bilmirdi, ayaqları donmuşdu. Ağa tutdu bunu belə qoltuğunun altında, qaldırdı, mindirdi miniyə. Getdilər, istədi ki, mini tərpətsin, bir-iki dənə vurdu ayağı ilə zaten, getmir. Dedi, ağa bu heç getmir ki yerində. Dedi, o nə qədər ki mən buradayım, o mənə itaat edir. Sözüm bu idi ya. O mənə itaat edir, o hələ sənə itaat eləmir. İcazə verdim, gəl.
Apardı. Neçə saatlıq yolu bir anın içərisində çatdırdı. Niyə tanımamışıq? Niyə onlara itaat eləməmişik? Onlara itaat eləmək adicə insanı gündəlik namazla çatdırmır. Gücümüz, qüvvətimiz yoxdur. Gücümüz olsa İmam Zaman əleyhissalamı görərik. Gücümüz olsa tanıyarıq, bilərik, eşidərik. Niyə bizim gözümüzdən qayib olmalıdır? Niyə? Allah Teala onu qeybətə aparıb, hər adamın gözündən yox ki, o adamların gözündən ki, onlar günah sahibidirlər. İnsan görürsən ki, bir gücü olmayan adamı gətirərlər döyüş meydanına ki, filan kəslə döyüş, baxa, müsabiqədir məsələn, yox. Yəni, o qədər o idman eləyə, hazır ola. İnsanın ruhiyyəsi gərək hazır olsun. Birinci dəfədən İmam Zaman əleyhissalamdan o istəyəndə ki, ağa, burada bir minik filan, gedim çatım karvana, ağa gətirib o miniyi verə bilməzdi, verə bilərdi. Amma bunda qüdrət yox idi, güc yox idi, mənəviyyatı o dərəcədə yox idi. O həddə döyürdü. Və ikinci bir cəhətdən də həm gücü yox idi, həm mənəviyyatı o dərəcədə döyürdü. Ağa istəyirdi güclənsin, həm də ağa istəyirdi ki, deyir, əgər gündə insan namazlarının nafiləsini qılar, ziyarət-i aşır oxuya, camiyə kəbir oxuya, heç vaxtı yolda qalmaz. Yolda qalmamağın sirrini ağa öyrətmək istəyir orada. İkinci bir tərəfdən də bunun miniyi getmir, ağa bu getmir. Deyir, mən buradayım, itaat edir. Mənə itaat edir. Görək, insan da məsuma o qədər itaat edir, o heyvan qədər itaat edir, yox. O heyvan itaat edir. Həzrəti İbrahim əleyhissalamı atırlar otun içərisində, eşitmişsiniz də, bir dənə quş dimdiyində su gətirir, atır. Deyirlər ki, sənin gətirdiyin nə qədər 6 ay odun yığıb cəmaat bura. Sən gətirdiyin nə qədərdir ki, bəyəm onu söndürsün? Deyir, yox, mən özümü Allaha göstərirəm ki, mən də sənin göndərdiyin hüccətin müdafiəsində durmuşam. Mən də gətirdiyim su ilə göstərmək istəyirəm ki, mən də dayanmamışam, ha. Mən də istəmirəm sənin dostluğu yandırsınlar. Həzrət Rəsul Əkrəm Cənab-ı Cəbraildən soruşur, ya Cəbrail, heç olub ki, harasa tələsəsən, yorulasan? Dedi, ya Rəsulallah, bir neçə yerdə olub. O bir neçə yerdəni deyərəm məclislər arasında, bir yerinə deyim. Deyir, Allah Təbarəkə və Teala Həzrəti İbrahim əleyhissalamı ki, özünə dost seçmişdi. Və 6 ay idi ki, odun yığıb, odun qalamışlar, Həzrəti İbrahim mancarağının üstündəydi. Bunu attılar otun içərisinə, o Allahı zikr edirdi. Allah Təbarəkə və Teala dedi ki, özünü çatdır. O otu sərinnət. Əgər sərinnətməsən, səni mələklərin içərisindən qovacağım. Ya Rəsulallah, tələsik, yorğun halda özümü çatdırdım. Oradaydı ki, ya narı kunu bərdən və səlamən əla İbrahim. Ota əmr elədi ki, ota ki, Həzrəti İbrahimcə salamatçılıq olsun. Niyə? Bu Allahın dostudur. Allahın övliyasıdır. Allahın sevimli bəndəsidir. Niyə? Tanıyırdı mələk. Çünki haram yeməmişdi. O heyvan niyə aparırdı? Çünki mərifəti var idi. İnsanın mərifəti o həddə qədər deyil. Niyə? Bəzi günahlar insanı avara qoyur. Bir gün gəlirsən, deyir, xanım Zəhranın qapısına ot vurmayıblar. Bir gün gəlirsən, Həzrət Əli əleyhissalamın 25 il haqqını qəsb eləməyiblər. Bəzi tarixdir, filandır, nə bilim nədir, Quranı götür, Quranla gel. Bəzi vaxtda gəlir İmam Zaman əleyhissalamın müqəddəs vücudunu inkar edir. Bəzi sözlər danışır İmam Zaman əleyhissalam barəsində. Yalan da o ilə görüşənlər, yalan da ondan danışanlar, filan. Vallahi billah, and olsun bugün başlayan İmam Hüseyin əleyhissalam matəminə ki, zərrə qədər orada yalan yoxdur. Bu qədər hacılarla Məkkədə görüşür, Kərbəlada görüşür, filan yerdə görüşür. Hacəti olanların hacətini, mömin olan insanların hacətinə gəlir, rəva edir. Heç ola bilər, Allah rəhmət eləsin, mərhum Ayətullah Seyyid Bahauddini çox böyük ariflərdən birisi idi. Həcdən qaydandan sonra bir nəfərə dedi, filan kəs,
Ərəfatda xeymənin içərisində İmam Zaman sənin xeyir işlərindən danışırdı, zikri xeyri verirdi. Görün, insan özünü hansı məqama mənzilətə çatdırır? İtaət. İtaət mühüm məsələlərdən birisidir. Allah Təbarəkə və Teala Qur'an-ı Kərimdə buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسِ إِلَّا لِيَعْبُدُونَ Mən mələklər və insanları mənə bəndə olmağa görə xəlq eləmişəm, göndərmişəm. İmam Hüseyin əleyhissalam buyurur ki, Allaha bəndə olmağın yolu bizdəndir. Gərək insanlar bizə itaət eləyərlər. Cəddim Rəsulullaha və onun dininə və Allaha itaət eləməyi oradan öyrənənir. Niyə? Çünki itaət bunların qapısında öyrənilir. İtaət özünü bunların qapısında görsədir. Bunlar itaətin yolunu bilirlər. Bunlar insanların hidayəti üçün gəliblər. İnsanlar bunları hidayət eləməyir. Allah Təbarəkə və Teala insanları günahkar bilib və günahkar olduqlarına görə Peyğəmbər göndərir. Cümə surəsində buyurur: Huvəl-ləzi bə'sə fil-ummiyyinə rəsulən minhum yətlu əleyhim ayatih və yüzəkkihim və yuallimuhumul kitabə vəl-hikmə. Bir Peyğəmbər göndərir savadsız, gəlir insanları hidayət eləsin. Necə? Əvvəl yüzəkkihim, təmizdəsin, sonra yuallimuhumul kitabə vəl-hikmə. O günahdan təmizlənməlidir, sonra yuallimuhumul kitabə vəl-hikmə. Sonra hikməti, kitabı başa düşməlidir. Təmizlənməsə, günahın içərisində qalsa bilməyəcək. Bir məclisdə idi, bir dənə ağsaqqal akademik bizimlə üzbəüz oturmuşdu. Orada molla başladı söhbət eləmə, dedi sakit sakit. Molla söhbət edir, hörmətsizlidir, qulaq asın filan filan. Mən dedim nə gözəl kişidir bu. Ağsaqqal kişi oturub özdə akademik həvəslə qulaq asır. Axund orada söhbət elədi, qutardı. Başladı bu arada söhbət eləməyə. Bu başladı ki, deyirlər ki, o dünya var filan, yalan söhbətdir. Deyirlər Allah filan eləyəcək, nə bilim neyəcək, yalan söhbətdir. Amma ona hörmət eləyirdi. Başladı bu itaətsizlik eləməyə. Öz küfrünü başladı ispat eləməyə. Öz küfrünü başladı sabit eləməyə. Niyə? Bu itaətdən çıxdı. Bu itaəti başa düşmədi. Anlamadı. Dərk eləyə bilmədi. Allah Təbarəkə və Teala ki, buyur ona itaət edin, yəni onun bütün dediklərinə əməl edin. Niyə İmam Zaman əleyhissalam çöllü bərri biyabanda yaşayır? Niyə insanların içərisində yaşamır? Niyə gəlib bir gecə bizdə qalmır, süzdə qalmır, orada qalmır? Niyə bu boyda şəhərlərə gəlmir? Şəhər fəsadla doludur. Şəhərlər, tək bizim şəhər yox. Dünyada şəhərlər fəsadla doludur. İçki məclisləri, riba məclisləri, qumar məclisləri, hicabsızlıq, filan, 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 filan. Nə qədər? Hara gəlsin? Ey müntəzir, insaf elə. Məhdi hara gəlsin? Biz qərq-i fəsadıq hələ Məhdi. Hara gəlsin? Hara gəlsin? Şəhərlər doludur. Ya səhələdədir, ya çöllü bərri biyabandadır, ya İmam Zaman, İmam Hüseyin əleyhissalamın qəbri şərifindədir, ya Allahın beytini tək təvaf edir. Niyə? Çünki itaət eləyə bilmədik ki, öyrənək. Heyvan itaət eləyir. Bir hələ mənim itaətimdə də sənə qulaq asmaz. Amma icazə verəndən sonra görürsən gedir. İmam Zeynəl-Abidin əleyhissalamdan Həzrəti Zeynəb-i Kubra salamun aleyha soruşdu. Ağa, elə bil bu dəvələr ayaq üstündə özlərin elə aparırlar ki, tərpənmirlər. Tərpənmirlər. Quruyub qalıblar yerlərində. İmam dedi, əmməcan, bunlar bilirlər mən Allahın hüccətiyəm. Bunlar mənə itaət edirlər. Deyanıblar ki, kölgə sayə başımın üstündən getməsin. Bunlar mənim xidmətimdədirlər. Amma biz tanımadıq. İmam Hüseyin əleyhissalamı, Əhl-i Beyt əleyhissalamı tanımadıq ki, yəni tanımayacaq yox ha. Yəni lazım olan qədər mərifətimiz olmadı. İnşallah bundan sonra Allah mərifət versin ki, onların haqqını tanıyaq. Bu Kərbəla hadisəsi buna görə baş verdi. Tanımamazlığa görə. 2 dənə qoşun
İkisi də sübh namazının vaxtı azan verilir, ikisi də namaz qılır. Zöhr namazı namaz qılır, şam namazı namaz qılır. Sabahları bir-biri ilə döyüşürlər. Biri haqdır, biri batıldır. İkisi də namaz qılandır. Əgər desək ki, bunların ibadətində, itaatində, yox, ibadət itaatlərində heç nə yox idi. Bir şey var, o da yox idi. O da Allahın hüccətini qəbul eləməməlidir. Sırf insan o həddə qədər özünü yetişdirə, yalandan yox ha. O Əbu Bəsir idi, kim idi? Gəldi İmam Sadiq əleyhissalamın yanına. Dedi, ya ibn Rəsulullah, bu almanı iki yerə böləsən, iki yerə almanı böləsən, almanı üzrsən, narı. Deyəsən ki, bu haramdır, bu halaldır. Zərrə qədər əqidəmdə təsir eləməz. Zərrə qədər mənim əqidəmə təsir görsətməz. Elə də bilərəm. Birini halal, birini haram bilərəm. İtaət budur. Amma itaət eləmədilər. Mələklər itaət elədi. Cinlər belə itaət elədi. Heyvanlar itaət elədi. Şeyx Cəfər Şüştəri Allah rəhmət etsin, böyük alimlərdən birisidir. Xəsaisül Hüseyniyyə kitabını yazıb, o kitabın əvvəldə neçə dənə alim imzalayıb, Bismi-i Teala, bu kitab düzdür. Neçə dənə müctəhid kitabın qabağında qol çəkiblər. Yazıblar, təsdiq edirlər, möhür vurublar ki, bu kitab vallah düzdür. Baxın, necə itaət edirlər İmam Hüseyin əleyhissalama, ağaclar necə itaət elədi, səhra necə, su necə, hava necə, filan necə, İmam Hüseyin əleyhissalam onları qəbul eləmə, cinlər necə Həzrəti İmam Hüseyin əleyhissalama itaət edirdi. Zəfər ki, cinni Cəfər deyirik, həmin o gecə zifaf gecəsi idi, evlənən gecəsi idi. O otağına girəndə anası çağırdı, Zəfər, xəbərin var ki, cinni Cəfər deyirlər, o Zəfər dadı. İmam Hüseyin Kərbəlaya gəlir. Nə? Kərbəlaya gəlir, 40 min qoşunun sərkərdəsidir. Haradasa 80 neçənci illərdə rəhmətə gedib də. Təzəpir məscidində də orada xətim məclisi qoyublar onun üçün. Göy məsciddə də, bəli. Allah rəhmət eləsin, mənim bir babam orada axund idi, onlar xətim məclisi qoymuşlar. Qumda böyük alimlər xətim məclisi, Nəcəfdə xətim məclisi, Nəcəfdə 7 gün matəm elan eləmişlər, Qumda 3 gün matəm elan eləmişlər. Deyir, mən Kərbəlaya gələndə, Kərbəlaya 4 fərsəx qalmış, biz Kərbəlaya girə bilmirdik. Bütün peyğəmbərlərin ruhi həmin orada düzülmüşdülər. Deyir, bir təhərlə özümü çatdırdım İmam Hüseyin əleyhissalama. Ya ibn Rəsulullah, qoşunla gəlmişəm ha, xidmətindəyik. Nə deyirsən, bir dənə həndəcinə bu məsələni həll edir. Dedi, Zəfər, Allah sənə rəhmət eləsin. Səndən qabaq Cənab-ı Cəbrailə gəlmişdi. Bu bir məsələdir ki, siz başa düşən şey deyir. Ondan sonra kənarda qalın. Ondan sonra gözləyin. Siz dərk edən məsələ deyir. Siz bunu anlamazsınız. Siz başa düşməzsiniz. Mən Allahın qabağında imtihan verəcəm. Mən gəlmişəm. Əhl-əyalım istəyib, əhl-əyalımdan gəlmişəm. 90 yaşda kişi istəyirsən, Həbibim var. Cavan istəyirsən, Əli Əkbər gətirmişəm. Əgər Rəşid Dilavər istəyirsən, Əbəlfəz gətirmişəm. Əsirliyə Zeynəb gətirmişəm. Südəmər istəyirsən, Əli Əsxərim. İmtihanı mən verəcəyəm. Çünki insan, baxın, gələn bəhslərdə danışacaq var da, insan imtihan verməsə imamətə yetişə bilməz. Vallah belədir. Quran buyurur da, İzibtəla İbrahim Rabbuhu bi kəlimatin fətəmməhunna. Allah Teala onu imtihana çəkəndən sonra dedi, İnni cailükə linnası imamı. Sonra dedi ki, mən səni imam seçdim. Mən seçdim. Sonra buyurdu, mən seçdim səni imam. Niyə? Bəzi Həzrəti İbrahim əleyhissalam imtihan elədi. Allah Teala Həzrəti İbrahimi imtihan elədi. Yoxsa boş yerə döyürdü. Qoca istəyirsən, Həbibni məzahirim. Dəvədən yıxılan istəyirsən, qızımı Rüqəyyəmi gətirmişəm.
İmam Hüseyin əleyhissalamın Kərbəlada elədiyi inqilab, bizim sözümüz yoxdur, cavab vermək yox, min qat sözümüz var. Sinə vurmağımıza da sözümüz var, ağlamağımıza da sözümüz var. Müxaliflərin deməyinə vallah baxmıyor. Qara giyinmə, filan eləmə, məkruhdur. Məkruhdur, hığını da salır boğaza, heç boğaz hığısı deyir. Zahid demə, eşq əhlinə məkruh idi qarə. Zahid demə, eşq əhlinə məkruh idi qarə, məkruh idi əğyarə. Nə ki təziyyədarə. Əğyar insanlara məkruhdur, təziyyədarlara yox. İmam Hüseyin əleyhissalam Kərbəlada bir iş gördü, hansı müsibətindən danışaq? Həzrəti Əli Əkbərdən, Həzrəti Əbəlfəzl Əbbasdan, ya Həzrəti Qasımdən, ya Qasımın kiçik qardaşı Əbdullahdan, ya İmam Hüseyin əleyhissalamın 6 aylıq balası Əli Əsqərdən. 3 dənə gözəllik, daha doğrusu bir neçə dənə gözəllik var idi. Kərbəlada, dünyada ondan başqa şey olmuyor. Ondan qiymətli söz olmuyor. Biri buyurdu ki, Allah Teala buyurdu ki, ya Hüseyin sən nənəm ha, baxmayaraq imtihan verirsin. Amma sən nənəm ha. İkinci gözəl söz buradaydı ki, İmam Hüseyin əleyhissalam kimi imam Allahın hüccəti, Allahın hüccətinin oğlu, Allahın hüccətinin atası Əbəlfəzl Əbbasa deyir ki, sənə qurban olun. Üçüncü də bilirsiniz haradaydı? Həzrəti Əli Əsqərin boğazını oxtayanda alimlərimiz and içirlər ki, İmam Səccad əleyhissalamlandır, ya İmam Sadiq əleyhissalamdır. Deyir, ox ki sancıldı Həzrəti Əli Əsqərin boğazına, səs gəldi, səbrən ya Hüseyin. Allah Teala baş sağlığı verdi İmam Hüseyinə. İmam Sadiq əleyhissalam buyurur, vallah əgər Allah Teala İmam Hüseynə baş sağlığı verməsəydi, İmam Hüseyin əleyhissalam canını verərdi əlindən. Təskinlik verdi İmam Hüseyin əleyhissalam. Hansı müsibətindir? Ya axırıncı vidasından danışaq. Birinci günüdür. Axırıncı vidasından gəldi. Həzrəti Zeynəb salamullah aleyhanın yanına hələ qardaşı Əbəlfəzl Əbbas şəhid olandan sonra gəldi bacısının yanına. Bacısı gördü ki, bir əli ilə atın cilovundan tutur, bir əli belindədir. Çıxdı, Həzrəti Zeynəb salamullah aleyha qarşıladı. Yəni bu halı görəndə Həzrəti Zeynəb bir söz dedi, yaz vaziyyəta. Yəni Zeynəb, vay olsun sana, daha əsirlik kəmərimi bağlacına. Gəldi axırıncı görüşündə Həzrəti Zeynəb salamullah aleyhanla xudafisləşdi. Çəkdi onu xeymənin kənarına, arxa tərəfinə. Hədis yazır, Həzrəti Zeynəb salamullah aleyha dedi, qardaş deyəsən, bu ayrılıq söhbəti olur, elə bil aramızda. Elə bil sözün ora gəlib çıxır. Dedi, hə bacı, da mən gedirəm. Qardaş, bəs bu uşaqları neyniyim? Dedi, sənə tapşır. Pəs İmam-ı Səccad, dedi, bacı, sən varsan axı. Bacı, Rüqəyyəmdən bir dənə muğiyyət olarsın. Həzrəti Zeynəb salamullah aleyha yazırlar ki, dözə bilmirdi. O tərəfə gedirdi, bu tərəfə gəlirdi. Ay Allah, mən neyniyim, ay Allah, mən neyniyim. Bir ömür qardaşımdan ilham almışam, mən neyniyim ilahım. Dözə bilmir, səbr eləyə bilmir. Həzrət gəldi, əlin qoydu sinəsinə, dedi, Allahın izindən sakit ol. Bir müddət başın qoydu Həzrəti Zeynəbin sinəsinə. Ya uxta, la təlsəqi fi nafilətilləy. Bacı, məni gecə namazın nafilələrindən yadından çıxartmayacaq. Həzrət İmam Hüseyin əleyhissalam getmək istəyir, Həzrət Zeynəb buraxmır. Qardaş, yox, getmə. Gözdə səbr elə. Dözə bilmirəm. Neçə dəfə məhlə dedi. Gözdə, yavaş-yavaş gedir.
Addımlarını yavaş-yavaş. Qardaş, bir gözdə işim var. Gəldi boğazından öpdü. Anam Zəhranın vəsiyyət. Yox qardaş, gəl köynəyimi dəyişin. Anam Zəhranın vəsiyyətidir. İmam Hüseyin əleyhissalam getdi. Getdi, çox böyük bir şücaət görsətdi. Qətligahı da düşmüşdü. İstəyirdilər ki, xeymələrə hücum eləsinlər. Ağanın əllərinə də nizə batmışdı. Əllərini verirdi yerə, titrək hərəkətlərlə qalxırdı. Ey Abu Süfyanın şiyələri, neyinirsiniz? Axı deməmişdiniz ki, şərt qoymamışdıq ki, mənim şəhadətimdən sonra xeymələrə hücum gətirir. Hələ görürəm axı. Dininiz yoxdur, kişiliyiniz olsun. Hərmələ gəlib oturmuşdu İmam Hüseyin əleyhissalamla üzbəüz ki, İmam Hüseyin əleyhissalamın ürəyini nişan almışdı. İmam Səccad əleyhissalam, İmam Həsən əleyhissalamın oğlu Abdullah qaça-qaça gəldi, özünü yetirdi. Sən neydirsən, mənim əmmə əl qaldırırsan, mən ölmüşəm. Balaca uşaq idi ya. İmam Hüseyin əleyhissalam bir də həmin bu balaca şəhidin cənazəsini apara bilmədi xeymələrə. Vurdular bu uşağın qollarını kəstilər. Özünü atdı İmam Hüseyin əleyhissalamın üstünə. Şəhadətə yetişdi və İmam Hüseyin əleyhissalamın qucağında demək olar ki, üstündə şəhadətə yetişdi. Həzrəti Zeynəb salamullah aleyha bir vaxt gördü ki, aləm dəydi bir-birinə, hava qaraldı. Bildi Allahın hüccəti dünyadan getdi. Gəldi, özünü çatdırdı qətligaha. Çox çətindir ya. Yəni, adı iki dənə bacı qardaş yox ha. Allahın hüccətinin evində tərbiyə almışdı Zeynəb. Anası Həzrəti Zəhra salamullah aleyha dedi, qızım, mənim axır günlərimdir, səndən bir kəlmə sözüm var, çəkdi. Dedi, qızım, bax, bu Aton Əlinin kəfənidir. Qızım, Aton şəhadətə yetişəndə bunu verərsin. Qızım, bax, bu qardaşın İmam Həsənin kəfənidir. Bunu da qardaşın müsibətində orada olacaqsan, verərsən. Həzrəti Zəhra salamullah aleyha danışmadı, ağladı. Dedi, ana, bəs qardaşım Hüseyin üçün bir şey vermədi. Vermədin, bir şey vermədin qardaşı İmam Hüseyin üçün. Həzrəti Zəhra salamullah aleyha orada Həzrəti İmam Hüseyin əleyhissalama rozu oxudu. Ələ lənətullah olmaz zalimin. İnşallah qardaşımız rozu oxuyacaq. Halınızı itirməyim. Nə qədər gözü yaşdı. Əlimizi qaldıraq, Allahdan istəyək. Allahümmə əccəlli vəliyyikəl fərəc. Fərəc üçün belə dua olmaz, belə amin olmaz. Bir nəfər vardı, Məkkəyə getmişdi. Gedən günündən zəvvalların içərisində olmadı. Qaydanda gəldi. Dedilər, haradaydın? Dedi, İmam Zaman əleyhissalam məni qarşıladı, götürdü. Həccin əməllərin bir yerdə elədik. Bütün bu mövsümü mən İmam Zamanın xidmətindəydim. Ağı ilə çox söhbətlərimiz oldu. Heç birini deməyə icazə vermədi. Allahın hüccətidir. Dedi, demə. Bir söz dedi ki, mənim şiyələrimə çatdırarsın. Nə idi? Dedi, deyilən, mənim zuhurum üçün dua eləsinlər. Allaha an versinlər bibim Zeynəbin pərişan zülfündə. İlahi, an verir Həzrəti Zeynəbin pərişan zülfündə. İlahi, an veririk Həzrəti Zeynəb salamullah aleyhanın gördüyü müsibətlə. Allahümmə əccilli vəliyyikəl fərəd.